Selamun aleyküm. Bu yaxınlarda imtahanlar olub, yəni institutlara və s. Diplom imtahanları ilə məktəblərin son siniflərinin imtahanları və s. Amma mən başqa bir imtahan haqqında danışmaq istəyirəm. Bakı məktəblərindən baş verən bu sıfır sinif vardı. Bir sıfırdan sonra birinci sinifə keçidə rus bölmələri üçün imtahan verir. Yəni 5-6 yaş uşaqlar üçün. Mən ümumiyyətlə onu deyim ki, rus bölmələrinin bir dəfəlik qadağan olmasına tərəfdarıyam. Baxmayaraq ki, özüm rus bölməsini bitirmişim. Niyə görə mən rus dilinə xüsusi bir nifrətim yoxdur. Rus dilində kitablar oxuyuram. Ümumiyyətlə mənim heç bir dilə nifrətim yoxdur. Erməni dilində belə öyrənmək lazımdır fikrimcə. Nə qədər dil bilirəm, o qədər çox yaxşıdır. O heç özünə, amma heç bir dilin paralel olaraq ölkənin dövlət dili ilə, ana dilinə paralel olaraq getməsin məktəblərdə, universitetlərdə, bağçaları tərəfdarı deyiləm. Yəni bu heç bir özünə hörmət edən dövlətdə elə şey yoxdur. Ona görə yəni yoxdur məncə ingilis bölməsi olsa ingilisi eynində mövqedən çıxış edərdim. Bu öz yerində. Yəni məsələn indi bu rus bölməsində keçmək istəyən balaca uşaqların 5-6 yaşlı uşaqlara imtahan verirlər, amma imtahandakı suallara baxın. Bunu 5-6 yaşlı uşaqlara o sualları verirlər. Məsələn uşağa bir karopa göstərirlər ki, bunu götür tulla. Uşaq da götürür, tulluyur da 5-6 yaş uşaq nə deyirlər onu. Sonra deyir ki, sən keçmədin imtahanı. Deyir, niyə? Çünki o karapkada rənglər var, onlar dövlətin rəmzidir. Bu 5-6 yaşlı uşaqlara verilən sualdır. Və yaxud siz 5-6 yaşlı uşaq istəyirsiniz ki, dövlətin rəmzlərini hörmət eləsin. Özünüz şərait yaradasınız, özünüz deyir ki, onu tulla. O tulla deməyi ümumiyyətlə düzgün deyil onda. O sual dövlətin rəmzi ilə belə 5-6 yaşlı uşaqla imtahana çəkmək olar ki, o da götürsün, tullasın. Bu özünüzün bu sualı verənlərin dövlətin rəmzini hörmətsidir və 5-6 yaşlı uşaqdan bunu gözləmək nə qədər doğrudur ki, o baxacaq ki, yox, burada yaşıl, qırmızı, göy var, buna tullamaq olmaz. Və hansı əqlə, məntiqə sığır belə şeylər? Bu sualları verənlər hansı yerləri ilə düşünür? Məncə başlarının yox, başqa yerləri ilə düşünürlər olar. Yaxud da onların başının yerinə başqa yerlərdir. Beyinləri beyin deyil, peyindir. Və yaxud da uşağa deyirlər ki, dövlət rəmzləridir, bayraqda, gerbdə. Mən böyüklər heç bunu bilmirlər. Siz əminsiniz ki, bizə neçə nəsil yaşdır, daha böyük nəsil. Soruşsan ki, məsələn, yaşıl nədir, göy nədir, aypara nədir, gerbimizdə o od nədir, alov nədir, onun içində Allah sözü nədir, biləcəklər heç. Bunu heç böyüklər bilmirsiniz, 5-6 yaş uşaqlarda. Bunu suallar verirsiniz. Bu Əmin Əmrullah vari suallar nədir? Yəni, bilirsiniz, adam hər dəfə bu ölkədə yeni bir şey eşidəndə təəccüblənmərəm, amma yenə də təəccüblənirsən. Doğrudan analoq olmayan bir ölkədə yaşayırıq.